1990-cı ilin həmin qanlı gecəsində azadlıq uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi hər il olduğu kimi bu ildə Şəhidlər Xiyabanında böyük izdihamla yad olundu. Uşaqdan böyüyə hər kəs xiyabana toplaşıb, şəhidlərin ruhuna dualar edib məzarlarına qərənfillər düzdülər. Hava soyuq olmağına baxmayaraq, həqiqətən də içimizdə vətən sevgisi var. Şəhidlərə olan sevgidən irəli gəlir. Şəhidlərimizin xatirəsi bugün də xalqımızı birləşdirir. Onların məzarı önünə qoyulan hər bir qərənfil, oxunan hər dua şəhidlərimizin ruhuna bir təşəkkürdür. Bu tarix heç vaxt unudulmur və yaddaşlarda qalaraq əbədi yaşayır. Bir xalq olaraq, bir vətəndaş olaraq, gələcəyin cavanları olaraq biz buranı unutmamalıyıq. Buranı biz hər zaman yaddaşda saxlamalıyıq və öz gələcək nəsillərimizə buranı ötürməliyik. Bizim uşaqlarımız da gəlib, biz ziyarət edirik ki, bizim borcumuzdur, vətəndaş borcumuzdur, şəhidlərimizi yad eləyək. Onları hörmətlə anırıq. Uşaqlarımız tariximizi bilməlidir. Bu bizim Azərbaycanımızın tarixidir. Vətən uğrunda şəhid olublar və mən də övladlarıma onu bildirmək istəyirəm ki, bunlar da vətənpərvər olsunlar. Havanın necə olmasından asılı olmayaraq, bu ildə Azərbaycan xalqı səhər saatlarından etibarən 20 yanvar şəhidlərini ehtiramla yad etdi. Uşaqdan böyüyə hər kəs şəhid məzarları önünə gül dəstələri qoyub onların xatirələrini yad etdilər. Fidan Səfər, Tural Hacıyev, Space xəbər.